Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə DSK yolunda deyilən 10-cu mikrorayon salınan yerdə Mida binalarının düz yaxınlığında 3 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izin ev haqqında sizə məlumatlarımı verib, evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bu ev şəxsi ev olub. Qoşadaşdan, Qurqabı Qoşadaşdan inşa olunub. Ev bir hissəsi təmir olunub, qalan hissəsi bəzi yerləri təmirsizdir. Gördüyünüz kimi, bax, zalı genişdir. Biz zaldan başladıq. Evin həyətini azlı maşın girmir. Yəni, indi ətrafı həyəti də məlumatı sizin nəzərinizə çatdıracam, tədqiqatda göstərəcəm. Gördüyünüz kimi, burası zal hissəsidir. 360-ın ardınca 7-8 metr uzunluğudur, ölçüsüdür. Bura bir yataq otağıdır. 4'ün 4'ə geniş bir otaqları var. Bunu nəzərinizə çatdırım ki, hörmətli izləyicilər. Amma yeri çox gözəl yerdədir. Yəni 10-cu mikrorayon deyilən yeni salınan yerdə, ərazidə yerləşir. Bura, yəni bu hissəni düzdür. Biraz təmir ediblər, amma yenə də təmirə ehtiyac var. Bu otaq isə, bu otaq bağlıdır. Eyni razmerdə 4'ün 4'ü. Yəni genişlərə bəlkə də çoxdur. Eyni razmerdə bu otaqdır. Sadəcə orada təmirə ehtiyac var, bağlıdır. Aça bilmədik. Yəni vəziyyəti sizin nəzərinizə çatdırım ki, yəni bir zal, bir yataq otağıdır, gördüyünüz kimi hazırdır. Yəni yaşayış var. Bura böyük bir sanuzeldir. Alan adam bu özü təzədən bura xərc çəkəcək. Yəni bunu nəzərinizə çatdırın. Demək olar elə bir 2 otaqlının qiymətinə biz bunu verəcəyik, sonunda deyəcəyik. Yəni 2 otaqlar neçəsə elə o qiymətə də deyəcəyik. Alan adam özü təzədən xərc çəkib 3 otaq kimi qalanca o otaqlarda təmir eləyər. Sanuzeldə gördüyünüz kimi bax genişdir, ürək açandır. Baxın, kim alıb buranı təmir eləsə, yəni hamısı qaydasında olacaq. Burada mətbəx hissəsidir. Mətbəxi də gördüyünüz kimi hörmətli izləyicilər. Bax belədir. Hardasa deyim də sizə bir 8 kvadrat olar. Təxmini ölçü deyirəm, az fərq eləyər. Hörmətli izləyicilər. Yəni ətraflı məlumatı verdim. Keçən də həyətini sizin nəzərinizə çatdırım. Demək, həyətinə keçirik. Keçən kimi. Bax bura həyət hissəsidir. Paltar sarmağa həyəti var. Gözün hal-hazırda paltarda səriblər. Daruşqalıq, bax belə yolu var. Görürsünüz? Bu da darışqalıq yolu. Oradan daxil olursunuz, belə gəlirsiniz. Evin də buradan xarici görünüşüdür. Bax belə. Yəni ev amma Qurqabı Qoşadaşdır. 3 otaqdır. 2 otağın qiymətinə verilir. Yəni bunu da nəzərinizə çatdırım. Şəxsi evdə ev sahibi özünə tikib, sadəcə müəyyən səbəblərə görə evi satırlar. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxması hörmətli izləyicilər. Evin qiyməti də, yəni sizin nəzərinizə çatdırım, 55.000 start qiymətdir. 2 otağın qiymətinə verilir. Yeri gözəl yerdir. 10-cu mikrorayon deyilən ərazidədir. Mida binalarının düz yaxınlığındadır. Məktəb də yaxınlığında tikilib. Bu nəzərinizə çatdırım. Yəni yerinə görə 2 otağın qiymətinə deyirik. Qalan 3 otaqda, o bir otaqlarda təmir edilib, yəni təmir edilib özləri yaşaya bilir, kim alsa. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.